Türkiyənin siyasi sisteminin formalaşması Osmanlı dövlətçilik ənənələrindən respublika idarə etməsinə keçid, sekulyarlaşma və institusional müasirləşmə proseslərinin qarşılıqlı təsir nəticəsində meydana gəlmişdir. 1919-1923-cü illərdə Mustafa Kemal Atatürkün rəhbərliyi ilə həyata keçirilən İstiqlal mübarizəsi nəticəsində Türkiyə öz müstəqilliyini bərpa etmiş, rejim monarxiyadan cümhuriyyətə keçmiş və 1923-cü ildə Türkiyə Respublikası elan edilmişdir. Yeni dövlətin qurulması ilə xilafət ləğv edilmiş, hüquq sistemi sekulyarlaşdırılmış və idarə etmədə qərb modelləri tətbiq olunmuşdur. Uzun illər parlamentli sistemlə idarə olunan ölkə, 2017-ci il konstitusiya referendumu və 2018-ci il seçkiləri ilə prezidentlik idarə etmə modelinə keçmişdir. Bu sistemdə icra hakimiyyəti tam şəkildə prezidentin əlində cəmləşmiş, baş nazir vəzifəsi ləğv edilmiş və prezident həm dövlət başçısı, həm də hökumət rəhbəri statusunu almışdır. Prezident xalq tərəfindən seçilir, namizəd olmaq üçün 40 yaşını tamamlamaq və ali təhsilli olmaq, Türkiyə vətəndaşları arasında seçilmək tələb olunur. Prezidentin səlahiyyət müddəti 5 ildir və bir şəxs maksimum 2 dəfə bu vəzifəyə seçilə bilər. O, yüksək vəzifəli dövlət məmurlarını vəzifəyə təyin edir və azad edir. Qanunverici hakimiyyəti təmsil edən Türkiyə Böyük Millət Məclisi 600 deputatdan ibarətdir və seçilmə yaşı 18-ə endirilmişdir. Parlament qanunları qəbul edir, büdcəni təsdiqləyir və beynəlxalq müqavilələri ratifikasiya edir. Məhkəmə hakimiyyəti konstitusion əsaslara söykənən müstəqil bir sistemdir. Ali instansiya kimi Konstitusiya Məhkəməsi fəaliyyət göstərir ki, o qanunların və prezident fərmanlarının konstitusiya uyğunluğunu yoxlayır. Bundan əlavə Kassasiya Məhkəməsi Yargıtay və Dövlət Şurası Danıştay kimi ali məhkəmə orqanları hüquqi nəzarəti həyata keçirir. Türkiyənin siyasi partiya sistemi çoxpartiyalı modelə əsaslanır. 2002-ci ildən etibarən Ədalət və İnkişaf Partiyası sistemdə dominant mövqe tutmuşdur. Əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyası sekulyarizm və sosial-demokratiya prinsiplərini müdafiə edir. Siyasi spektrdə həmçinin Milliyyətçi Hərəkat Partiyası, İyi Partiya və digər qüvvələr mühüm yer tutur. Yerli idarə etmə səviyyəsində isə Türkiyə 180 illik zəngin bələdiyyə seçki tarixinə malikdir. Türkiyənin siyasi sistemi bu qədər. Növbəti videoda hansı ölkənin siyasi sistemi ilə tanış olmaq istərdiniz? Şərhlərdə bildirin və zəhmət olmazsa kanala dəstək olun.